Əslində Qarabağla bağlı hallanırdı Abubakarın adı. Qarabağın Abubakarda maraqlı olduğunu düşünürəm ki, həm PR baxımından, həm futbolçu baxımından, yəni Abubakar sıradan bir futbolçu deyil. Sən Abubakara necə ağız büzə bilərsən? Abubakar bir oyunda vurar o 3 qolu. Neftçi rəhbərliyi artıq krizisin dibinə çatdıqlarını sanki hiss eləyirlər, bütün çılpaqlığı ilə, bütün mümkün olan, olmayan addımları atırlar ki, bu durumdan çıxsınlar. Abubakarın transferi gələcəyə hesablanan addım deyil. Təbii ki, bu gün üçün, bu durum üçün hesablanmış addım ki, bəli, bu durumdan Neftçi çıxsın. Neftçi rəhbərliyi fərqindədir ki, bu mövsümdə biz mövsümü itirə bilərik. Neftçi yayda Azərbaycanı Avrokuboklarda təmsil etməlidir artıq. Komandanın ikinci yerdən 2 qələbə ayırır da, yəni. Düşünürəm ki, Samir Abbasov strateji səhvə yol verdi. Niyə də Samir müəllim? Mən niyə oynanıram? Qapıcı birinci səhvində artıq ehtiyata göndərilməlidir. Qurbanov, yəni adam dedi ki, mənim atamdır da, yəni. Kənan Piriçin 8 turda ən azı 4-5 ciddi səhvi var və onun bəziləri komandanın ciddi xariccələrinə yol açıb. Məncə o jesti göstərə bilsən, Abubakara qarşı göstərərsən və onda buna deyərəm cəsarət və hesaba baxmaqdan əlavə yəqin ki, hesabın belə olmasını da arzulayıblar. Bu reallığı necə kör ola bilərsən? Bu qədər mənim fikirlərim. Salam xanoğlan, hər vaxtın xeyir olsun. Bugün sözüm varın növbəti buraxılışındayıq. Həmçinin də azarkeşləri salamlayıram. Buyur. Nicat, mən də səni və dəyərli Sport Info TV izləyicilərini salamlayıram. Ümidvaram ki, növbəti sözüm varımız da baxamlı və xoşa gələn olar. Mən də elə düşünürəm, elə vaxt itirmədən istəyirəm keçək suala. Bugünkü gündəm artıq Neftçinin üzərində qurulub, ona görə mövzumuz Neftçi ilə bağlı olacaq. Və verəcəyim sual əslində bir mövzudur. Bu Abubakarla bağlıdır. Abubakar artıq Azərbaycandadır və Neftçinin formasını geyinəcək və gəzən məlumatlara görə dünənə qədər bu danışıqlar əslində Qarabağla bağlı hallanırdı Abubakarın adı və onlarla gedirdi. Amma sonda biz Neftçidə gördük Abubakarı. Əslində Qarabağın Abubakarda maraqlı olduğunu düşünmürəm, bunu ciddi qəbul etmirəm də. Çünki Qarabağın tutduğu bir dəsti xətt var ki, və bu mövsümdən də bildiyim qədərilə Qurbanov 25-26 yaş civarında transferlərə üstünlük verəcəyini açıqlayıb scout şöbəsinə və o yaş hüdudlarında futbolçu axtarışlar aparılıb. Bilirik ki, Abubakarın da yaşı çoxdur. Amma Neftçiyə gəlməsi düşünürəm ki, yəni hardan baxsan doğru qərardır. Abubakarın. Yəni buna sıradan transfer kimi baxa bilmərik də. Düzdür, müəyyən negativ şərhlər, fikirlər görürük. Hərənin özünə görə həqiqət çalarları var, fikirləri var. Bir söz deyə bilmərəm, amma mənə görə düşünürəm ki, həm PR baxımından, həm futbolçu baxımından, yəni Abubakar sıradan bir futbolçu deyil. Yəni keçmişi də uğurludur. Son dönəmlər klub karyerasında müəyyən axsamalar var ki, bu narahatlıq gətirir. Amma düşünürəm ki, formasının, belə deyərdim, lap dərinliyində olan bir futbolçunu Kamerun millisinə dəvət etməzlər. O bir neçə gün, qısa müddət əvvəl Kamerun millisində oyunlara çıxıb, hətta 90 dəqiqə ötən ay meydanda olub. Yəni, tam da enişdə olan futbolçunu Kamerun kimi millinin heyətinə çağırmazlar. Düşünürəm ki, o fərdi məşqləri ilə bağlı xəbərlər var. Bu, haradasa görünən olur ki, həqiqət payı çoxdur. Deməli, formaların olması üçün çalışır. Ümumiyyətlə, bəzi yanaşmalar mənə qəbullana bilmirəm. Sən Abubakara necə ağız büzə bilərsən? Yəni, Abubakara necə belə sıradan futbolçu kimi baxıb keçə bilərsən? Bu tək bununla bağlı məsələ deyil də. Məsələn, Qarabağla da bağlı biz bəzən tutuşdururuq mövzuları. Avrokuboklarda bəzən məğlubiyyəti elə qəbul edirik ki, yəni sanki öz futbolumuzun, ölkə futbolunun, çempionatının, milli komandanın reallığından uzaq gəzirik. Yəni biz futbolumuzu bilirik axı, hansı çapdadır, həqiqəti reallığı nədən ibarətdir. Yəni bu gün Azərbaycan futboluna Abubakar kimi futbolçunun gəlməsi sıradan bir hal deyil, sıradan bir addım deyil.
Və mən əminəm ki, yəni çox rahatlıqla Abbaqar bura gətirilməyib. Və Abbaqar elə bir futbolçudur ki, bu gün Azərbaycan futbolunda biz bombardilər cədvəlinə baxırıq da, ən çox qol vuran Simakaladır Araz Naxçıvanda və də o 2 qolu son turda vurubdu. Bəli. Yəni belə baxasınızsa bombardirin 3 qolu var. Yəni əmin olun ki, bəlkə də Abbaqar bir oyunda vurar o 3 qolu. Düzdür, bizim Premyer Liqada sıradan bir çempionat deyil. Bir çox ulduz futbolçular da gəlib. İndi adlar üzərindən də demişik də Michael Essien olsun. Yəni Hondanın özü də belə deyək ki, belə top futbol oynamadı da, düzdür, kömək elədi, səviyyəsindən seçilirdi. Yəni rahat çempionat deyil. Amma mən nədənsə, yəni instinktim, hisslərim, o 7-ci hiss deyirlər. O düşünürəm ki, Abbaqar nəsə bir partlayış eləyəcək. Demirəm Neftçini çempionluğa aparacaq. Demirəm ki, Neftçini çiyinlərində tək başına medalçılar sırasına daşıyacaq. Amma düşünürəm ki, bu yolda Neftçiyə çox fayda verə biləcək. Neftçini çox kömək eləyə biləcək də düşünürəm. Biz Neftçini Avroliqalarda, yəni Avropa kuboklarının əsas mərhələsində görsək, biz deyə biləcəyik ki, Abbaqar burada çox şey elədi. Yəni bu sözü deyə biləcəyik. Məncə hətta medalçılar sırasına bu Neftçini saxlaya bilsə, daşıya bilsə və təbii ki, onun qolları burada rol oynasa da, düşünürəm ki, faydalı transfer saya bilərik. Biz yaddan çıxartmayaq da, Nicat, 2 mövsümdür Neftçi Avrokuboklara gedə bilmir. Bu sıradan cümlə deyil, bu böyük bir faktdır. Çox ağır bir faktdır. Və Neftçinin tarixində ilklərdir bu şeylər. Neftçi tarixində belə bir hal olmayıb. Bəli. Bu, yəni ağrılı durumdur. Və düşünürəm ki, Neftçi rəhbərliyi də bunun fərqindədir. Neftçi rəhbərliyi artıq krizisin dibinə çatdıqlarını sanki hiss eləyirlər bütün çılpaqlığı ilə və bütün mümkün olan, olmayan addımları atırlar ki, bu durumdan çıxsınlar. Abubaqarın transferi gələcəyə hesablanan addım deyil. Təbii ki, bu gün üçün, bu durum üçün hesablanmış addım ki, bəli, bu durumdan Neftçi çıxsın. Bu çuxurun dibindədir, çalağın dibindədir, nə bilim, necə ifadə eləyək, çox dərinlikdədir bu dəqiqə Neftçi Nicat. Yəni ifadə eləyə bilməyəcək. Bu uğursuzluq deyil. Uğursuzluq 5 oyun olar, bir mövsüm olar. Bu uğursuzluqdan da nə bilim bir neçə pilli o tərəfə çox dərin bir prosesdir. Çox dərin bir necə deyim uğursuzluqdur Neftçi adına son illər yaşananlar. Və hazırki Neftçi rəhbərliyi bunun fərqindədir. Bunu unutdurmaq üçün mümkün olan bütün variantlar əminəm ki, kisənin də ağzı kifayət qədər yaxşı formada açılıb Abbaqar üçün və hətta bir neçə yeni simaların da adı çəkilir. Neftçi fərqindədir ki, Neftçi rəhbərliyi fərqindədir ki, bu mövsümdə biz mövsümü itirə bilərik. Artıq arxada qalan 8 turda bunu göstərir ki, asan olmayacaq. Kifayət qədər ciddi rəqiblər var və bu əslində yaxşı haldır ki, indidən artıq silkələniblər ki, fərqinə varıblar ki, mütləq radikal addımlar atılmalıdır, nəsə qərarlar verilməlidir. Oturub yəni əlimiz cibimizdə, kreslomuzda gözləyək ki, gedişat dəyişəcək, belə olmayacaq. Nəsə addımlar atmalısan ki, bu gedişatları dəyişəsən. Toxunuşlar mütləqdir Neftçi. Bu toxunuşlar Neftçini dirçəltməyə yetə bilər. Sonda bunun davamlı olması üçün özün də nəsə yetişdirməlisən. Özün də bir sistem formalaşdırıb komandanı otuzdurmalısan. Təbii ki, mən krizis dönəmi ona görə dedim ki, Neftçi artıq elə idarə olunub ki, son illər kim gəlsə başını itirər də bu klubda. Kim gəlsə başını itirər. Və gəlməyə qorxanlar da var. Təbii ki. Təbii ki. Ona görə də məncə o doğru addımdır ki, bu gün birinci prioritet Neftçini bu krizisdən çıxartmaq olmalıdır. Zəlzələdən, vəlvələdən, ulduz futbolçu transferi ilə olsun, gənc futbolçu ilə olsun, əcnəbi ilə olsun, yerli ilə olsun, fərq etmir. Bugünkü gün prioritet olmalıdır ki, Neftçi yayda Azərbaycanı Avrokuboklarda təmsil etməlidir artıq. Ya bu ildə Azərbaycanı Avrokuboklarda təmsil edəcək klublar siyahısında Neftçi olmayacaqsa, bu artıq nə ilə ifadə eləyəcəksən bilmirəm. Yəni fiasko da bunun üçün yetərli deyil, uğursuzluq sözü də yetərli deyil. Adını nə qoyum mən bilmirəm. Və bu söhbətdən sonra belə bir sual ortaya çıxır. Xana olan bu fikrin çox önəmlidir Neftçi azarkeşləri üçün. Neftçidə hər şey yaxşılığa doğru gedirmi? Nə düşünürsən? Valla 8 turun nəticələri elədi ki, biz də hər tur keçdikcə, yəni ilk gündən mən pozitiv olmuşam bu Neftçiyə qarşı, özün də bilirsən. Samir Abbasovun gəlişindən sonra bu Neftçiyə pozitiv olmuşam. Amma nəticələr ürəkaçan olmadıqca, pozitiv danışanda da biraz bəlkə də kənardan səmimi görsənmir. Amma
Bu da doğru deyil də. Yəni biz bəzən tənqid eləyəndə neftçi azarkeşləri şəxsən mənim ünvanıma çox səsləndiriblər də. Neftçiyə qarşı bu qərəz nədir? Mənim timsalımda bir çox media nümayəndələrinə səsləniblər ki, neftçiyə qarşı bu qəzəb nədir, bu qərəz nədir? İmkan vermirsiniz neftçi dirçəlsin. Amma indi bizdən paradoks nədir? Biz dəstək oluruq. Yəni haqqına dəstək olur. Mən məsələn o işığı neftçidə görürəm. Bugünkü Samir Abbasovun neftçisində gələcəyə o tuneldə işığı görürəm və haqqına deyirəm ki, bir qədər səbirli olmaq lazımdır, dəstək olmaq lazımdır, bu klubun ətrafında cəm olmaq, vəhdət yaratmaq lazımdır. Düşünürəm ki, müsbət nəticələr gələcək. Amma təəssüf ki, bizə o deyənlər, irad bildirənlər vardı. Neftçiyə qarşı qərəzlisiniz, neftçinin böyüməyinə imkan vermirsiniz. Həmin azarkeşlər, hətta Samir Abbasovun təyinatından belə biz o rəyləri, şərhləri oxuyuruq da. Yox, neftçi düzəlməyəcək. Belə neqativ bir ab-hava yaradırlar da neftçinin ətrafında. Hətta Samir Abbasovun təyinatından deyirəm mən buna. Yəni dünən, sırağa günü, nəticələrdən sonra deyil. Bu dəyişiklik fayda verməyəcək də. Sənə bir şey deyim Nicat. Bu neftçi bu il Samir Abbasovla uğurlu olacaqsa, olacaq. Yox, dəyişikliklər, yeni baş məşqçinin gətirilməsi, Samir Abbasovun istefası, əmin ol ki, heç nəyi dəyişməyəcək. Ciddi mənada heç nəyi dəyişməyəcək. Neftçi bu il uğurlu ola biləcəksə, bu Samir Abbasovla olacaq. Özünün qurduğu heyətdir, özünün gətirdiyi futbolçulardır və mənə görə kifayət qədər yaxşı, samballı, fərdi ustalığı olan futbolçulardır və turlar keçdikcə və özün imad fərajdan narazı idin da. Razıyam. Mən ilk gələn gündən o futbolçunun keyfiyyətli futbolçu olduğunu deyirdim. Səni də qınamıram. Haqlısan. Çünki o köməyi, o qatqını qatmırdı da komandaya. Ona görə də tez-tez əvəzlənirdi. Bəli. Narazı qalmağın təbii idi. Amma gəl görək, 4 tur əvvəlki İmad Fərəzlə indiki arasında fərq var yoxsa yox? Dəhşətli dərəcədə fərq var və hətta deyərdim ki, onu zaman-zaman Zubirlə bənzərliyini deyirdilər ki, oyun tərzi Zubirə oxşayır filan. Biz onu Neftçidə oynayanda o sözlərimizi yada salıb gülürdük ki, budur Zubirə oxşayan. Amma indi görürsən ki, adam sanki stadionda süzür. Razıyam. O getdikcə artıq görsən ki, toparlanır, dirçəlir. Amma prosta azarkeşlər də mən hardasa başa düşürəm. Futbolda nəticə çox önəmlidir Nicat. Bəs Xanoğlan problem nədədir? 2-nin üstünə 2 gələndə 4 eləyirsə və Neftçi bunu edibsə, problem nədədir? Bilmirəm, bu nə dərəcədə ciddi qəbul olunacaq. Mənim üçün bu kriteriyalar hər zaman futbolda önəmli olub. Ədalət tərəzisi, ədalət prinsipləri. Bu bir kollektivdə çox önəmlidir. Bu gün Qarabağ komandasının bu yerlərə çatmasında biz bilirik ki, Qurban Qurbanovun Qarabağdakı ədalət prinsipləri, ədalət tərəzisi çox önəmli rol oynayıb. Ola bilər Qarabağda da hansısa futbolçu ilə Qurban Qurbanov arasında bir narazılıq olsun, bir polemika olsun, inciklik olsun. Amma biz mətbuatda böyük çapda bunun çıxdığını bu günə qədər görməmişik Nicat. Hətta əcnəbi futbolçular belə bunu deməyiblər. Qarabağda ən çox cəzalanan, pul cəzası çəkilən futbolçu bəlkə də Donat Geriy olub zamanında. Disiplinə görə olub o da. Təbii ki. Amma o belə, onun kimi intizamsız futbolçu belə klubdan ayrılandan sonra klubdan heç bir bağlılığı yoxdur da. Yəni Qurban Qurbanovla bağlı, Qarabağla bağlı neqativ danışsa heç kim heç nə deyəsi deyil. Qurban Qurbanovu yəni adam dedi ki, mənim atamdır da, yəni. Atam kimi bir şəxsiyyətdir o. Bu boş-boşuna demir də. Orada düşünürəm ki, ədalət prinsipləri önəmlidir və buna niyə gəldim? Neftçidə verilən bəzi qərarlarda düşünürəm ki, ədalət tərəzisi pozulur. Elvin Camalov üzərindən deyək. Ötən mövsüm yanvardan sonra Neftçinin ən yaxşı formada olan futbolçusuydu. Qışda transfer olunmuşdu, milli komandaya da dəvət olundu. Heç kim narazı deyildi. Nə azarkeşlər, nə məşqçilər korpusu, nə futbol ictimaiyyəti, nə media. Hamı Elvin Camalovun möhtəşəm oyunundan danışırdı orta sahədə. Amma biz mövsüm başlayan kimi Elvin Camalovu pərdənin arxasında gördük. Niyə də qardaş, niyə? Mənə görə, yəni bugünkü heyətdə də Elvin Camalov oynamalı idi. Elvin Camalovu qoyduq bir kənara. Rıza Cəfərovla bağlı. Mən mövsümün əvvəli bir yazı yazmışdım. Neftçi azarkeşlərdə bundan incik düşmüşdülər. Mən həmişə demişəm ki, Neftçinin uğursuzluğunda həmin azarkeşlərin də payı var. İlk fürsətdə istefa, ilk fürsətdə məşqçi dəyişikliyi, bunlara ehtiyac yoxdur da. Bu heç bir klubda uğura aparan yol olmayıb Nicat. Bu xaosun başlanğıcı olub.
Yəni azarkeşlərin bu cür yanaşması xaosun başlanğıcı olub. Təbii azarkeş lazım onda reaksiyasını verməlidir, münasibətini bildirməlidir. Amma hər fürsətdə, ilk məğlubiyyətdə, yəni bu günlər bir balaca ayaq başına baxanda Neftçidə qlobal nədir ki pis olan? 8 oyunda bir məğlubiyyət var. Gəl real danışaq da və hakim səhvləri. Çox demirəm. Yəni Sabahla oyunda, Turanla oyunda verilən hakim səhvlər. Bu gün həmin o bərabərliklərdə komanda 4 xal götürsə də bu gün liderlər qrupundadır. Komandanın ikinci yerdən 2 qələbə ayırır da yəni. Əslində sən bu stəkanın dolu tərəfindən baxırsan, yəni bu belədir. Yox, mən bayaq yenə dedim, HCC-lərin çoxluğu da Neftçi adına, Neftçinin adı var, çəkisi var. Amma bu gün o dediyimiz Neftçi deyil də qardaş. Biz bununla da ayaqlaşmalıyıq, razılaşmalıyıq. Yəni 2 mövsümlü Neftçi hardadır? Ən yaxşı halda 5-ci yeri tutur. Rıza Cəfərovla bağlı. Rıza Cəfərovla bağlı mənə görə ötən mövsümün ən yaxşı futbolçularından biri də Rıza Cəfərov idi. Hə, bəzi məqamlarda müəyyən səhvləri var idi, amma ötən mövsüm Neftçidə kimin səhvi yox idi ki? Kimin ümumiyyətlə düzü var idi ki? O səhvlər toplusunda nisbətən daha az səhv olan futbolçulardan biri Rıza Cəfərov idi. Bir qapıcı bütöv komandaya qarşı oynaya bilməz tək. Təbii ki. Ona görə Rıza Cəfərovun səhv eləməyi normal idi mənim düşüncəmə görə. Və Rıza Cəfərova qarşı mənə görə ədalət prinsipləri harda pozuldu? Okey. Yəni Kənan Piriç gətirildi, əcnəbi qapıcı, kifayət qədər böyük məbləğ qarşılığında gətirildi. Mən bu başlığa yazmışdım ki, milli qapıcı Neftçidə necə sındırılır. Neftçi azarkeşlərindən bir etiraz vardı ki, çempionat başlamadan suları bulandırırsınız, Neftçiyə qarşı anti-PR başlandı, anti-kampaniya başlandı, nə. Amma bugün biz nəyə görürük? Həmin Rıza Cəfərovun əvəzləyən Piriç, okey, başa düşdük. Əcnəbi qapıcıdır, yaxşı pullar qarşılığında gətirilib, əsas heyət vədi bəlkə də verilib və ilk turdan əsas heyətdə yer aldı. Amma burada digər mənəvi məsələlər var. Kənan Piriç Neftçiyə necə gəldi? Yadıma gəlir, bir dönəm an məsələsi idi transferinin açıqlanmağı. Bəli. Neftçidən 3 çevirdi. Bu adam Neftçidən 3 çevirdi, getdi digər təklifləri ilə məşğul olmağa. Və Neftçi yeni qapıcı axtarışına çıxmışdı artıq. Kənan Piriçin digər təklifləri ürək açan olmadıqda yenidən qayıtdı Neftçiyə. İkinci variant kimi qayıtdı, alternativ kimi Neftçiyə qayıtdı. Və səhv etmirəmsə, həmin dövrdə Rıza Cəfərovu əcnəbi klublardan elçiləri var idi. Bəli, elçilər düşmüşdü. Sadəcə olaraq Kənan Piriç ehtimalı olmaması həm o var idi, həm orada biraz təzminat məsələləri də var idi. Kənan Piriç məsələsində nədir Nicat? Bir dənə o fikrimi tamamlayım. Kənan Piriç ikinci variant kimi, alternativ kimi Neftçiyə baxdı, geri döndü. Və nə vaxt qoşuldu? Toplanışın son günlərində. Polşada toplanışın son günlərində qoşuldu. Bəli. Okey, əcnəbi qapıcıdır, böyük pullar verimsən, gətirdin əsas qapıcı kimi. Bəs kapitanlıq, vitse-kapitanlıq sarğısı niyə Kənan Piriçə verildi? Ən azından heç olmasa burada mən düşünürəm ki, Samir Abbasov strateji səhvə yol verdi. Siyasi səhvə yol verdi. Ən azından vitse-kapitanlıq sarğısını vermək olardı Rıza Cəfərova. Bir güllə ilə 2 quş vurardın. Həm Rıza Cəfərovun könlünü xoş eləmiş olardın, o vitse-kapitanlıq sarğısı ilə. Yoxdur, onsuz da bu adamdan əsas qapıcı statusunu aldın, digər tərəfdən kapitanlıq sarğısını aldın. Əsas kapitan kimi biz bilirdik ki, zaten qısa müddətli verilib də, yəni müvəqqətidir Rıza Cəfərov. Emin Mahmudovdur Neftçinin siması, Neftçinin kapitanı. Vitse kapitanlığı da yoxdur. Birbaşa kapitanlığı alırsan, əsas heyətdən alırsan. Gəl bu günləri bir xəyali olaraq düşünək də. Elvin Camalovla Rıza Cəfərov özlərində nə düşünürlər? Yəni bir futbolçu ki, mən özümü qoyuram onların yerində. Vallahi deyirəm, yəni ətrafıma deməsəm də, kənar şəxslərə deməsəm də, ən yaxın dostlarıma, onlara belə deməsəm, öz içimdə düşünərəm ki, mənə qarşı niyə belə də? Niyə də Samir müəllim? Mən niyə oynamıram? Mən ötən mövsümün ikinci yarısı ən yaxşı futbol keçirən, ən yaxşı keçirən futbolçulardan biri olmuşam axı. Məsələn, Camalov düşünə bilər. Rıza Cəfərov düşünə bilər ki, mənə qarşı niyə belə də Samir müəllim? Mən niyə ancaq Oxtumaliyəm ehtiyatsız qammiyədə? Zahir Ramazanovun bizdə yaxşı bir cümləsi getdi manşet proqramında. Bildirdi ki, qapıcı birinci səhvində artıq ehtiyata göndərilməlidir. Birinci ciddi səhvində artıq ehtiyata göndərilməlidir. Kənan Piriçin 8 turda ən azı 4-5 ciddi səhvi var. Ən azı. Və onun bəziləri
komandanın ciddi xariccililərinə yol açıb. Birbaşa olaraq ha, ciddi elə Turan Tovuzdan buraxdığı qol nəyə desən, hardan baxsan konkret olaraq çox ciddi qüsurdur. Və bu qapıcı özünü toxunulmaz hiss eləyir, oturub start heyətində. Yadıma gəlir biz Bassal Sambu ilə bağlı nə deyirdik? Çox rahatdır özdə. Çox rahat. Sambu ilə bağlı biz nə deyirdik? 6 tur biz israrla dedik ki, bu ehtiyatda oturmalıdır bu hücumçu. Bəli. Və bir oyun ehtiyatda oturdu. Zirə ilə oyunda ehtiyatdan çıxdı, gol vurdu. Sonuncu Araz Naxçıvanla oyunda da yenə gol vurdu. Düzdür. Çox böyük səhvə yol verdi ki, tribunalara yenə əl jest elədi. Yəni eşitmirəm səsinizi. Başa düşmürəm Sambu nə demək istəyir? Öz meydanında kimi eşitmirsən sən? Öz azarkeşlərə bu nə mesajdı verirsən? Razıyam. Sən 6 tur qol vurmursansa, azarkeş, mətbuat səndən razı qalmalı idi. Adamın özünə sual ver. Sənin özün razı idin öz performansından. 6 turda qol vura bilmirdin. Səndən nə məşqçi razı idi, nə futbolçular razı idi. Heç kim razı deyildi. Sadəcə məcburiyyətdən Samir Abbasovun bir israrı idi, davam edirdi Sambu ilə. Axırda o israrından döndü. Nəticəsi də ortada da ardıcıl 2 turda qol vurur. İndi mənə maraqlıdır ki, sən Bəhlulun Sammayeni, Medinanın Sammayeni zamanında 30-durduğu kimi, ey Sambu, Abubakarı 30-dura biləcəksənmi? Bu Məsələ budur. Belə elə jest eləməklə deyil. Məncə o jesti göstərə bilsən, Abubakara qarşı göstərərsən. Və onda buna deyərəm cəsarət. Və buna deyərəm ki, sağlam mübarizə, rəqabət. Və sənə deyim ki, bir istək, aqressiya, mübarizə ruhu burada çıxır ortaya. Bacaracaqsansa, azarkeşlərə o qulağı göstərməyin nə mənası var? Ondan rahat bir şey yoxdur. O azarkeşlər də elə pis gündə səni alqışlayan. Yəni ona ehtiyac yox idi, yersiz idi. Zaten o azarkeş Neftçi və Neftçinin o loqosuna, o ağ-qaraya görə oradadır. Oradakı Sambuya görə orada deyil. Sambu sadəcə olaraq onu başa düşmür, ona başa salmaq lazımdır. Neftçinin oyunlarında şansdan çox danışırıq, şanssızlıq. Araz Naxçıvan oyunda 2 dəfə boş qapıdan top çıxardıblar. 2 dəfə səhvimizə dirəyə dəydi. Digər oyunlarda da dəfələrlə futbolçuların uzaqdan zərbəsi tirdən qayıdıb, nə bilim dirəkdən qayıdan var. 100% epizodların qaçırılması var. Ya bu qədər bəxtsizlik olmaz da. Bunun kökündə mütləq ki, nəsə yatır. Mənə görə də bax, həmin o ədalət prinsiplərinin pozulması. İndi səhvlər etdikcə Samir Abbasovun Piriçə sahib çıxması, o da fərqindədir Kənanın komandaya fayda vermədiyini, nə mənada fayda vermədiyini. Yəni bu günlər Kənan Piriç milli komandanın qapıçısını ehtiyata atıbsa və nəzərə alaq ki, Rıza Cəfərov həm də Neftçinin yetirməsidir. Neftçinin simvolu ola bilər bu klubda. Biz bunu da nəzərə almalıyıq. Belə bir qapıçını, milli qapıçını ehtiyata atıbsa, ondan ən azı 2 baş üstün olmalıdır. 2 baş üstün odur ki, müəyyən məqamlarda qapıçı sinəsini qabağa verib komandanı xilas etməlidir. 8 turda bunu görmüşük yayınca. Elə bir oyun, barmağını sahib deyə bilərsənmi? Kənan Piriç xilas elədi, komanda 3 hal götürdü. Yoxdur elə bir oyun. Vallahi mən qınamayım, mən azdan çoxdan adam tanıyanam. Kənan Piriçin üzünə baxanda düşünürəm ki, o elə ki, bugün oyadıblar ki, bugün Neftçi filankəslə oynayır. Elə ki, yuxudan durub gətirirlər komandayı. Belə zəif karyerası da yoxdur. Kifayət qədər yaxşı karyerası var. Üzündə o ifadə hiss olunur. Yuxulu elə bu adam psixoloji olaraq hazır deyil, nəsə. Bəlkə də yəni normal toplanış da keçmədi. Bunlar da səbəb ola bilər. İstənilən halda mən düşünürəm ki, mövsümün əvvəlindən Elvin Zamanov və Rıza Cəfərov ilk turlardan şans almalıdır. Gedişatda rəqabəti uduzsaydılar, bu başqa məsələ. Amma ilk gündən bu adamların silinməsi Neftçidən düşünürəm ki, doğru qərar deyildi. İctimaiyyət, sosial şəbəkələrdə yazılanlar, deyilənlərdən belə başa düşülür ki, yəni Şamaxının böyük hesablı məğlubiyyəti millinin ayağına yazırlar. Səncə niyə belə eləyirlər? Yox, ədalətli yanaşma deyil. Bilmirəm, bunun arxasında ola bilər sağlam fikirlər də olsun, amma düşünürəm ki, arasında mütləq qərəz də var, hansısa şəxsi maraqlar da var. Ayxan Abbasovla olan hansısa prinsiplərdən doğan fikirlər də ola bilər. Bəli, 2 yerdə çalışmaq heç də rahat deyil. Ayxan Abbasov üçün də psixoloji olaraq, fiziki olaraq, mental olaraq çətindir. Təbii ki, bu bir mənalıdır. Yəni bir insanın 2 yerdə çalışması ilə bir yerdə çalışması arasında itən güc, yəni hardan baxsaq çətindir.
və belə də onun təxminən 10 gün Şamaxının başında olmaması Şamaxıya hansısa mənfi çalarlar yarada bilər. Bundan bir mənalı olaraq razıyam. Amma illah da 1-4-ü məhz o məqama calamaq mənə görə ədalətli deyil. Ola bilər 1-2 uduzardı komanda, 0-1 uduzardı, amma hər şeyi gətirib də hətta Şamaxıdan artıq ayrılmalıdır. Nə bilim, iki yerdə çalışması doğru deyil. Əvvəla baş məşqçi özü də bildirib ki, sədaqət nümayiş etdirib və deyib mövsümün axırına qədər bu komandanın başındayım. Mən əminəm ki, rahatlıqla bu komandanın hədəfləri liqada qalmaqdır. Ayxan Abbasov Şamaxını rahat, yəni liqada saxlamaq məqsədinə çatacaq. Burada məsələ nədir? Digər bir fakt var da, cəmi ay yarım əvvəl Ayxan Abbasov yenə bundan da ağır situasiyada qayıdıb gəlmişdi klubun başına. Komanda səfərdə 0-5 uduzmuşdu U21 Portuqaliya millisinə. Bəli. Və qısa müddətdə adamı U21-dən gətirib qoymuşlar əsas milliyə. Əsas milli ilə Ukrayna ilə o çox çətin dövrdə 32 saatda komanda hazırlayıb çıxarmışdı və o periodda gəlmişdi Şamaxıya. Və orada niyə, yaxşı onda da millidə çalışırdı da, onda niyə komanda uğursuz nəticələr qazanmadı? Komanda ən çox xalı onda qazanıb. Gəldi Karvanı 3-0 hesabı ilə məğlub etdi. Əsas rəqiblərdən Qəbələni 1-0 məğlub etdi. Araz Naxçıvanla Şamaxıda, mən oyundaydım həmin oyunda. İddialı rəqibinə deyərdim ki, hətta 60 dəqiqə birbaş üstün oynamışdı. 1-0 öndə idi, son anda ikinci yarıda o bərabərlik qolunu buraxdılar, bir xal qazandı. Zirə ilə səfərdə çempionatın bugün Qarabağdan sonra ən iddialı komandalarından biridir. 85 dəqiqə Zirəni 1-0 udurdu bu komanda. Stabil özdə. Təbii ki. Bunlar faktlardır. Yəni bu da həmin Ayxan Abbasovdur, bu da həmin Şamaxıdır, bu da həmin milli komanda. Dəyişən nədir? Yəni o dövrdə o nəticələri verirdisə, indi birincidə biz bilmirik bundan sonraki oyunlar necə olacaq. Burada qırmızı vərəq amili var idi. Təbii ki, bir 10-15% ola bilsin ki, Ayxan Abbasovun komandanın başında olmaması amili olsun. Burada bir məsələdə köklənmir də məsələ. Ola bilər komanda erkən qol vurdu, biraz arxayınlıq gəldi. Sonuncu pillədə gedir Kəpəz, bu mövsüm bütün oyunlar uduzub. Bir də Azər Bağırov amili var, bunu görməzdən gəlmək olmaz. Milli fasilədə komandanı hazırlaya bilmişdi. Kəpəz daha istəkli idi ki, buna da məcbur idi. Komandanın durumu buna məcbur eləyirdi. Amma Şamaxıda belə bir tələb yox idi da. Şamaxı ən azından müəyyən qədər xal balansını qoruya bilib. Xal aktivini zənginləşdirə bilib. Bu daha çox istəklidir. Yəni bütün faktorların 1-4-də belə deyim cəmlənib, kökündə dayanır səbəblərdən. Amma bütün hamısını bir kənara qoyub ancaq Ayxan Abbasovun 2 yerdə çalışmasına köklənmək mənə görə kökündən yanlışdır və doğru deyil. Məni bu sualı düşündürən bilirsən nədir Xanoğlan? Axı Şaibonun qırmızısına qədər axı qolun birincidə Şamaxı vurmuşdu. Yəni Şamaxı üstünü idi. Üstün futbol oynayırdı. Siz onu görmürdünüz? Yəni həmin Şamaxı idi. Razıyam, üstün futbol oynayırdı. Hətta yenə deyirəm, bəlkə də o vurulan qol Şamaxını psixoloji olaraq bir qədər rahatlatdı və Kəpəz bundan istifadə elədi və Kəpəz ilk dəqiqələrdən görünürdü ki, komanda əvvəlki turlardan fərqli olaraq daha inamlı çıxıb. Azər Bağırov futbolçulara ayırda bilib. Yəni burada faktlar çoxdur da, nüanslar çoxdur. Azər Bağırov amili, Şaibonun qırmızı vərəqəsi, Şamaxının erkən qol vurub rahatlaşması ola bilər. Təbii ki, Ayxan Abbasovun 2 yerdə çalışması və klubdan uzaq qalması. Yəni faktlar sadalayıcı olsaq axı o qırmızıya qədər Şamaxı çox yaxşı oyun oynayırdı axı. Mən belə düşünürəm ki, bu haqda, yəni belə düşünən adamlar çox güman ki, ancaq hesaba baxıblar. Yəqin ki. Və hesaba baxmaqdan əlavə yəqin ki, hesabın belə olmasını da arzulayıblar. Təbii ki, mən də bu barədə düşünürəm. Çünki Xanoğlan, sözün varın əvvəlki buraxılışında sən dedin, milli komandada əcnəbi məşqçinin hələ də istəyən bir tərəf güclər var. Bu uğursuzluğa bağlayırlar ki, bir uğursuzluq əldə olunsun Ayxan Abbasov tərəfindən. Yəni bu özü də bir arqumentdir ki, qoysun. Ola bilər, propagandanın bir dalğası da bu ola bilər Ayxan Abbasov ətrafında. Negativin formalaşması ola bilər. Yəni bir məğlubiyyətdə durub bəzən elə cümlələr yazırlar ki, yəni bu baş məşqçi deyil, bu niyə gəldi milli komandaya? Anlaya bilmirsən. Yəni bu adamlar azından futbolunu izləmir. Yəni bəzən adam yorulur o faktları sadalamaqdan, yəni bu baş məşqçi kimi nələr eləyib.
Azərbaycan çapından danışırıq da təbii ki, qardaş. Yəni Ayxan Abbasov gedib Inter Milanı İtaliya çempionu eləyəsi deyir ki, biz Azərbaycan Realından, Azərbaycan çapından danışırıq. Varsa başqa samballı çıxardın, yaxşı. Bu gün nəticələrinə görə ortaya çıxara biləcəyimiz 3-4 yerli məşqçidən biri Ayxan Abbasovdur. Yəni bu reallığı necə kor ola bilərsən? Bu qədər mənim fikirlərim. Xanoğlan, təşəkkür edirəm. Yenə vaxt tapdın, sözün var idi denə, gəldin və sözünü dedin. Son olaraq azarkeşlərimizə də sözünü buyur de və bugünkü buraxılışımızı da bitirək. Mən təşəkkür edirəm sənə Nicat. Sənin əməyin çoxdur bu sözün var layihəsində. Məni sirkələyirsən, hər dəfə gətirirsən danışmağa. Ümidvaram, yaxşı bir veriliş ərsəyə gəlmiş olar və azarkeşlərdən istədiyim, izləyicilərdən istədiyim, onlar da öz fikirlərini şərh bölümündə yazsınlar, iradlarını da bildirə bilərlər. Biz buna hər zaman açıq. Onların da sözləri varsa şərh bölümündə bildirsinlər. Təbii ki, onların da, yəni hər kəsin sözü olduğu kimi, onların da təbii ki, mütləq sözü var. Öz sözlərini rəy bölümündə yazsınlar. İradlara da açığıq, yəni hər hansı bir qüsurumuz varsa ona da açıq. Normal qaydada veriləcək təkliflərə, iradlara baxmağa hazırıq. Bu qədər. Sağ ol, salamat qal, qismətcə görüşərik. İnşallah növbəti sözüm var da görüşmək ümidi ilə.